Həyat qısadır. Qısa olduğu üçün dəyərsizdir. Yəni dəyməz də bir çox şeylərə görə qanını qaraltmaq, sevinmək, incitmək, incimək. Gəldi nəsihət istədi. Elə çox istəyirəm bu sözü, mənim xoşuma gəlir. Alimdən nəsihət istədi. Dedi iki şeylə: incitmə və incimə. Bunu eləyə bilsin, çox böyük adamsın. O xırda şeylərə görə küsürsən, inciyirsən. Bunlar hamısı olur ki, sən çox əhəmiyyət versən əhəmiyyetsiz şeylərə. İncimək, küsmək onu göstərir ki, insan kiçikdir, cılızdır. Uman yerdən küsəllər filan, bəzi məqamlar o küsmək də deyil, o məsələn nəysə təmənna eləmək, o bəzi məqamlarda olar. Amma ki, incimə və incitmə, bu cür yaşamaq üçün gərək həyatın əbədiliyini görəsən və buradakı həyatın müvəqqətiliyini. Müvəqqəti şeylər üçün adamları incitmək olmaz. Bir dənə, belə deyilə, bütün dünyanın hamısı bir insanın ürəyinə yox, atılan dırnağına dəyməz. Canım sənlə bir qəmləndirəsən nəyəsə görə. Bu baxımdan həyata önəm vermə qısadır. Amma, bax bura diqqət etməyinizi xahiş edirəm. Amma axirət həyatına təsir baxımından dünya çox önəmli yerdir. Dünya çox önəmli yerdir. Bir baxımdan qısadır, əhəmiyyətsizdir, Allah kiçildir dünyanı. Bir baxımdan mənim gələcək mənzilim burada müəyyən olunur. Burada artıq diqqət və həmin önəmsiz dünya çevrilir olur önəmli sənin üçün. Sənin hər bir hərəkətin oradakı yerini müəyyən edir.